Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçirilib. Tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Hövsan qəsəbəsində yerləşən aviamodellərin uçuş meydançasında baş tutub. Artıq 3-cü dəfə təşkil olunan festival 2 mərhələdən ibarət olmaqla ümumilikdə 10 növ üzrə yarış formatında təşkil olunub. Festivalın əhəmiyyəti barədə danışan İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov bildirdi ki, əsas məqsəd Azərbaycanda raket və peyk modelçiliyi idman növünün inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstək verməkdir. Festival çox maraqlı, faydalı, eyni zamanda gələcəyə hesablanmış bir təşəbbüsdür. Artıq festival 3-cü ildir ki, davam edir. İnanırıq ki, bu bir ənənə halını alacaqdır və hər il keçiriləcəkdir. Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilovun sözlərinə görə bu dəfəki festival bir sıra yenilikləri ilə fərqlənir. Keçən illərdən fərqli olaraq bölgələrdən də yarışmacılar iştirak edir. Xüsusilə qeyd etmək istəyirəm ki, son 2 ildən fərqli olaraq bu il raketa plan yarışı ilk dəfə olaraq Azərbaycanda keçirilir və bu sahə üzrə raket və peyk modelçiliyi üzrə yeganə milli festivaldır. Festival iştirakçılarına aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq etmələri üçün geniş imkanlar yaradılıb. Yaşad Fondunun dəstəyi ilə şəhid övladları da festivalda iştirak ediblər. Kosmos, raket, texnologiya hamısı mənə maraqlıdır və bu günlərdə bacardığımı sübut etmək istəyirəm. Mən bu işə həvəs edirəm. Bu işdə təxminən biz 6 ayla yaxındır ki, bu işlə məşğuluq. Biz indi bura bu uçurmağa gəlmişik və əziyyətimizin bəhrəsini görəcəyik. Mən inşallah bəlkə böyüyəndə də bu işlə məşğul olacağam. Burada ortam, müəllimlər, uşaqlar bir-biri ilə çox səmimidir və şad olum ki, buradayım. Tədbir çərçivəsində həmçinin aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də təşkil olunub.